Salam dostlar, mənə gələn çoxsaylı müraciətləri nəzərə alaraq xanımlar tərəfindən əsasən evdən işləmək üçün rahat bir belə deyim də iş imkanı olaraq SMM-i sizə tanıtacağam. SMM nədir? Sosial media marketinq haqqında danışacağam. Xüsusilə evdən işləmək istəyən qadınlar üçün bu bacarıq əsl fürsətdir. Gəlin birlikdə baxaq görək ki, bu nədir, necə işləyir. Birincisi SMM nədir? SMM sosial şəbəkələrdə, Instagramdır, Facebookdur, TikTokdur və s. markaları, brendləri, məhsulları və ya şəxsi brendi tanıtmaq üçün məzmun yaratmaq və idarə etməkdir. Sonra SMM meneceri nə edir? Yəni social media menecer nə ilə məşğul olur? Məzmun hazırlayır, postlar hazırlayır, storylər, reelslər hazırlayır. Auditoriyanı artırır, hədəf kütləni cəlb edir. Reklam kampaniyaları qurur, Facebookda, Instagramda reklamları qurur. Müştərilərlə ünsiyyət qurur, şərhlərə cavab verir, müştərilərin mesajlarını idarə edir. SMM ümumiyyətlə olmaq üçün nələri öyrənməliyəm? Yaradıcı məzmun hazırlamaq. İndi mən onu göstərəcəm ki, məzmunları necə hazırlayırsınız. Sadəcə bu kurs deyil, yəni bu işin tanıtımıdır. Yəni hansı işlə ki məşğul olacaqsınız öyrəndikdən sonra. Sosial media alqoritmlərinə başa düşmək, reklamları idarə etmək və gələn trafiki, axını, onları analiz etməyi bacarmaq. Baxın dostlar, əsasən SMM ilə məşğul olanlar məzmunu, kontenti tutaq ki, ChatGPT-də yaratır. Bilməyənlər artıq məndən soruşmayın ChatGPT nədir. Yazın Google-da görəcəksiniz ChatGPT nədir. Özünüzə bir dənə ChatGPT hesabı açın. Oradan ChatGPT-nizi icra edin. Deyir ki, məsəl üçün mən SMM işçiyəm. Misal üçün mənim üçün content yarat. Məzmun, misal üçün nə satırsınız? Deyək ki, uşaq arabası, kalyaskada misal üçün. Vururam. Bax, burada mənim üçün məzmunu çıxardır. Bir həftəlik SMM kontentimi hazırladım. Yəni SMM kontenti, uşaq arabası mövzusu, emosional post. Burada başlayır ki, yəni birinci gün nəyi paylaşmalısan, həmin məhsuluna əlaqədar və s. Yəni bizim kontent, mətin, mövzu hazırlayanımız ChatGPT-dir. Bunu başa düşdük. Bir də bizə axı bir də burada görüntü lazımdır. Canva.com deyilən bir sayt var. Gedirsiniz ora, qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçəndən sonra deyirik ki, biz məsəl üçün nəysə hazırlamaq istəyirik. Tutaq ki, burada yazırıq ki, TikTok üçün yazırıq. Məsələn, yazırıq TikTok. TikTokda nəysə hazırlayacağım. TikTok videosu. Gəlirəm. Buradan şablonlardan video seçirəm. Burada pullu olanların üstündə, bax belə pro yazılıb. Pulsuz bir video hazırlayacağım. Gəlib götürürəm, buradan seçirəm bunu. Tutaq ki, bu şablonu özəlləşdir deyir. Şablonu özəlləşdirmək üçün vururam üstünə, gəlirəm həmin ora. Artıq bu Canva-nı sizə kursda öyrədəcəklər və ya özünüz ad dilini öyrənə bilərsiniz. Tutaq ki, buradan mən ora video atacağım. Misal üçün deyirəm. Nəysə atacağım buradan ora. Əlavə eləyəcəm. Yazı düşsün ora bunun üstünə. Misal üçün deyirəm. Tutaq ki, videonun müddətini tutub uzadıram. Məsələn, olmasın. Olsun 15 saniyəlik. Bura səs əlavə eləyə bilirəm. Bura, nə bilim, yazılar əlavə eləyəm. Öz videomu ata bilərəm. Burada arxa fonunu təmizləyə bilərəm və s. Yəni, bu iki əsas sizə lazım olacaq şey bir ChatGPT-dir, bir də Canva-dır. Bunları öyrənəcəksiniz.
Hə, indi gələlim ki, biz bu sənəti, biz bu işi hardan öyrənəcəyik? Yəni bizə öyrənəcək, onu kim öyrədə bilər? Baxın, xanımlar, gəlirik. Yəni bu bəy də ola bilər. İndi xanımlar deyirəm. Bu bəy də ola bilər. Bir saniyə. Gəlirəm məsəl üçün YouTube-a. Yazıram bura SMM. Görürsünüz yazmışam. SMM. SMM dərsləri yazıram, baxın. Görün nə qədər SMM keçənlər var. 24 dənə video çəkib. Hamısı pulsuzdur. Pulsuz SMM təlimi. Bax, mən bu oğlanın baxdım təlimlərinə, xoşum gəldi. Yəni, ətraflı hər şeyi izah eləyir. Hətta burada sosial media strategiyalarındır, sonra yazmaq bacarığıdır və s. SMM haqqında bax, burada çoxlu məlumatlar var və ardıcıl kurs kimi də gördüyünüz kimi adam, məsələn, sağ olsun, Tayfun bəy kimdirsə 24 dərs, video dərs hazırlayıb. Bunlar hamısı pulsuzdur. Baxın, sosial media haqqında oturun, oxuyun, araşdırın. Bu pulsuz olan versiyasıdır. Yox desəz ki, mən daha profesional, daha dərindən bu biliklərə yiyələnmək istəyirəm, daha yaxşı öyrənmək istəyirəm ki, mən məsləhət görərəm, birinci bu pulsuzla başlayasınız, bir ümumi məlumatınız olsun, bu nə olan şeydir. O zaman gəlirsiniz udemy.com-a, bax yazırsınız udemy.com, gəldik saytımıza, yazırıq burada SMM kursları. SMM kursları burada artıq pullu kurslardır. Gördüyünüz kimi. SMM mütəxəssis olun. Azərbaycan dilindədir. 6 saatlıq dərsdir. Məsəl üçün bu neçə saatlıq dərsdir? Bu 1 saatlıqdır. Burada artıq baxın, altda yazılıb. Bu da 1 saatlıq dərs qoyub ora. Halbuki 24 dərsi pulsuz qoyub YouTube-a. Yəqin burada, orada demədiklərini izah eləyir. Və burada ümumiyyətlə türk dilində, rus dilində, ingilis dilində və Azərbaycan dilində həmin kursların pullu versiyasını tapa bilərsiniz. Gördüyünüz kimi 19 dollara, 9 dollara, 30 dollara və s. Yəni bunu bir dəfə ödədiniz və salam. Bir ömür boyu bunu istifadə edib öyrənə bilirsiniz. Artıq öyrənib hazır olduqdan sonra, yaxşı, mən hazır oldum, bunu da öyrəndim. Bəs bunun iş məsələsi, pul məsələsi necədir? Gəlin orada da baxaq. Gəlirik, bax, yazırıq SMM iş elanları var. Görürsünüz, yazmışam bura. SMM iş elanları. Baxın iş elanlarına. Görün nə qədər SMM mütəxəssisi istəyən var. Bax, 3 gün əvvəl. Bunun ən gözəl yönü nədir, xanımlar? Yəni, SMM işçisi mühasib kimi, yəni bir şirkətin işini görmür. Bir neçə şirkətin də işini götürüb görə bilir, bir neçə mağazanın da işini götürüb görə bilir və ya öz işini də, öz biznesini də görə bilir. Bu dəqiqə hər şey sosial media üzərində qurulub. Gördüyünüz kimi də bu iş elanı da sadəcə burada görürsünüz, təhsil də orta. Yəni heç kim buna ali təhsil falan istəmir. Çünki bu yaş aralığı qoyub 20-35, onun heç bir dəxli yoxdur yaş söhbətinə. Maaş 500 manat verir. Amma belə deyim ki, SMM-lərin maaşları 500-dən 1800 manat arasında dəyişir. Bu dəqiqə hər yerdə, baxın, özünüz baxın birinci elanlara, görürsünüz 600-800 manat, 500-600 manat. Mən o yuxarı məbləğ dediyimsə, artıq fiziki olaraq gedir o hər hansı bir şirkətdə və ya böyük mağazalarda profesional SMM-lər alırlar. 1800 alanı var, 2000 alanı var, 2500 alanı var. Yəni, özünüz də araşdırma edib, baxın, elan saytlarına görə bilərsiniz. Çünki hal-hazırda nə qədər ki mağaza var, nə qədər ki satış yerləri var, şirkətlər var, hamısının SMM-ə ehtiyacı var. Yəni, bu işi 1000 dənə də xanım öyrənsə, 10.000 dənə də xanım öyrənsə, yenə də azdır bu bazar üçün. Bu bazarda buna hər zaman tələbat var. Öyrənin, tətbiq eləyin, videonu sonuna qədər izləyin. İzlədikdən də sonra xahiş edirəm, like edin və abunə olun ki, bundan sonra da yaxşı kontentləri, yaxşı ideyaları sizlə paylaşanda xəbəriniz olsun.